Mən Zərbəliyev Sədiyar Sadayoğlu sosial mediada yayılan gömrüklə bağlı video çəkişlər mən tərəfindən çəkilmişdi. Məni Dövlət Gömrük Komitəsində rəhbər şəxslər qəbul elədi. Aradakı anlaşılmamazlıq aradan qalxızıldı. Problemlər öz yolunu, çözümünü tapdı. Mən aidiyyatı orqanlardan xahiş edirəm bu videonu etibarsız saysınlar və sosial mediadan da xahiş edirəm ki, jurnalistlərdən bu videonun silinməyinə mənə köməklik eləsinlər. Bir də vurğulayıram ki, ortada olan problem, bizə yaranan problem Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bizi qəbul elədilər, dinlədilər və belə deyək, dərdimizə çarə çözdülər. Çox sağ olsunlar, minnətdarlığımı bildirirəm. Yenə də bir daha vurğulayıram ki, xahiş edirəm sosial mediadan ki, bu video silinsin. Mən istəmirəm bu video sosial şəbəkələrdə, Facebookda, Instagram, TikTok qalmağını mən istəmirəm. Çox xahiş edirəm aidiyyatı orqanlardan bu hadisəni, yəni mənim bu şikayətimi etibarsız qəbul eləsinlər və bunu etibarsız saysınlar. Çox sağ olun, minnətdaram.